İsa Mesih'in adıyla amin, amin, amin. Əziz dostlar, 7. günün böyük xeyir duası var, bunu bilirsiniz. 7. günün, dirilmə gününün o dirilişini hər birinizin üzərinə, hər birinizin evində, eşiyində olan insanların üzərinə, hələ xilasa gəlməyənlərin üzərinə bəyan edirik. Rəbb İsa Məsih'in bizə verdiyi səlahiyyətə görə çarmıqdakı satın alma gücünü hər birimizin üzərinə, məndən, mənəcəm yəni, hər birimizin üzərinə bəyan edirik. O satın alma gücü bizim üzərimizdədir. Kəlam dedi ki, mən sizi çox baha qiymətə satın almışam. O satın alma gücünün qədərini, sayını, qiymətini demədi, çünki sonsuzdur. Qiyməti yoxdur. O qiyməti, yəni, o dəyəri bizə Tanrı verdi. Tanrıdan başqa, bizim atamızdan başqa, İsa Məsihdən başqa bizə elə bir dəyər verən, belə bir başqa varlıq yoxdur. Bu dünyanın yaradıcısı olan Tanrımızdır, bizim atamız olduğuna görə, əziz dostlar, biz sevinirik. Onun için de kəlam deyir ki, minnətdarlıq hissi ilə gəl qarşıma və minnətdarlıq hissi ilə bizdə hər birimizi, hər bir kilsələri, hər bir imanlıları və indi bizə baxan kimlərsə ehtiyacları var. Nə qədər ki bu dünyada yaşayırıq, hər birimizin ehtiyacı var. Yəni, yaşayırsansa ehtiyac duyulur. Yeməyə, içməyə, geyməyə, nə bilim, sağlamlığa. Mən məsələn bu saat hal-hazırda qriplənmişəm, səsim batıb, nə bilim, burnum, başım dolub. İndi mən burada Rəbbi alqışlayıram, çünki kəlam deyir ki, yəni alqışlayıcı bir yerdə, əziz dostlar. Kəlam deyir ki, Rəbbi alqışlayanda cana şəfa gedir. İndi biz də, kim mənim kimi xəstədirsə, internet arxasındakı dostlara deyirəm, bir yerdə alqışlayarıq və canımız şəfaya gəlir. Yəni, kəlam o qədər gözəldir ki, kəlamı iqrar eləmək, ruhani aləm də, yəni biz səpirik, sətdiyimiz toxumlar gözəldirsə, onların bəhrəsini görəcəyik, yəni, ruhani aləm üzərimizə bol xeyirli bərəkət eləsin. Rəbbi tərifləmək gözəldir. Kəlam deyir, mən demirəm. Çünki Rəbbimiz yaxşıdır. Tanrımıza alqış et ey könlüm, ey bütün varlığım. Onun gözəlliyinə, onun bütün işlərinə alqış elə. Onun üçün də, əziz dostlar, nə qədər alqış eləsək, biz insanıq, bizdə ograniçeniya var, yəni sərhəd var, ramka var. Azdır, amma biz indi, Tanrı da bilir ki, biz insanıq, bizdə nəyimiz varsa budur. Bizim hər bir şeyimizi, onsuz da içimizə qoyan Tanrıdır. Və Rəbb də bizə qoymadığı bir şeyi bizdən tələb eləmir. Biz bildiyimiz bütün alqışları, gözəl alqışları Rəbbimizə bugün bir yerdə edək və onun gözəl işlərindən danışaq, Tanrımızı razı salmaq üçün çalışaq, var gücümüzlə və qoy müqəddəs ruh da bizlərdə olsun. Tanrı bizləri idarə eləsin özü. Ağzımızdan çıxan sözlərimizi, düşüncələrimizi, dilimizi, gözümüzü, baxışlarımızı qoy müqəddəs ruh hakimlik eləsin, idarə eləsin. Nəyə görə, əziz dostlar? Çünki onun hakimliyi gözəldir. O, səhvsiz, mükəmməl Tanrıdır. Əgər o bizim hakimimiz olarsa hər bir şeyimizə, demək ki, biz səhvsiz, yəni salihlik yolunda gedənlərdən olacaq, yəni salihlərində, onun salihlərindən biri sayılacaq olacaq. Onun üçün də hər bir vəziyyətdə ona yer verək, əziz dostlar. Rəbbimizə yol verək, yer verək İsa Məsih'in adıyla. Gözəl musiqilərə, gözəl sözlər qoşmuşuq. Yəni, müqəddəs ruhun vasitəsilə bəzi olur ki, musiqi gözəl səslənir. Mən öz növbəmdə deyirəm, ürəyim coşa gəlir. Götürürəm həmin musiqiyə, başlayıram Tanrıma alqış sözləri yazmağa. İndi onlardan bu günləri bir ikisini oxuyarıq bir yerdə. Rəbbə həmd olsun, şükür olsun. Bizim elə ki, yəni mən çala bilmirəm, amma Tanrıda hər şeyin çıxış yolu var. Şükürlər və izzətlər olsun Rəbbimizə. Başladı.